Salam. Bugün Əmək Məcəlləsinin 111-ci maddəsinə edilən yeni dəyişiklik barədə danışacağıq. Yeni qaydaya əsasən, işçi məzuniyyətdə olduğu müddətdə onun iş yeri, vəzifəsi və ən əsası sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqı saxlanılmalıdır. Bəs hamının maraq etdiyi bu sonuncu əmək haqqı nə deməkdir? Bu sizin keçən ay aldığınız faktiki maaş demək deyil. Sonuncu əmək haqqı sizin əmək müqavilənizdə yazılan rəsmi maaşınızdır. Yəni, məzuniyyətə çıxdığınız zaman rəsmi əmək müqavilənizdə qeyd olunan maaşdır. Məzuniyyətin hesablanma qaydası necədir? İlk növbədə Əmək Məcəlləsinin 140 və 177-ci maddələrinə əsasən son 12 aya görə sizin orta əmək haqqınız hesablanır. Sonra bu məbləğ əmək müqavilənizdəki maaşınızla müqayisə edilir. Əgər son 12 ayın hesablanmasına görə sizə hesablanan məzuniyyət pulu cari ayda işləsəydiniz alacağınız maaşdan azdırsa, şirkət aradakı fərqi sizə əlavə olaraq ödəməlidir. Bu və ya digər dəyişikliklər barədə məlumat olmaq istəyirsinizsə, kanalımıza abunə olmağınızı tövsiyə edirəm. Sağ olun.